Hamıya salam dostlar, bugün sizinlə birlikdə Opel hansı modeli sizdə bu? Bəli, Opel Astra H sürəcəyim oyun modunda. Amma özdə bu qarlı yerlərdə sürəcəyim. Avtomat etmişəm. Görsək ki, maşın çıxanmasa, mexanikaya keçər yenə də. Yəni, baxır maşının yüzünə. Opel pis deyil ha. Bax, soyuq amma yenə əla gedir. Bugün Opel Astra ilə, yəni bildiyiniz bir yola keçəcəyik. Bax, başladım bax. Dəyişiklik yapsam. Görsəm keçəməsə başqa maşın gətirəm, onu ip kimi dartaram. Maşının dalı çox qaçdığından, amma başqa şeylər də qoyacağım maşına. Məsəl üçün, bir plastikator qoyaq. Maşının dalı çox qaçmasın. 600 kilogramlıq, yox 200 kilogramlıq bir dənə şey qoyaq. Yavaş gətirəcəm bura. Ay, pis oldu ama neyse. Dostlar, yoxsa başqa yüklü gələcəyik. Dostlar, taxdım bunu. Çox rahat bir şəkildə taxdım bunu və irəliyirik. Ağır da deyil, bax istəyiniz lap özünüzdə baxın, bax həqiqətən ağır da deyil. Səhvlərimsə 200 kilo taxmışam o maşına. Baxın, boksiyonu bu trailerdir. Bir dəqiqə. Bax 200 kilogramlı, yəni ən yaxşı budur ki, maşında dalı qaçmasın deyə. Ən yaxşı valla bu 200 kilogramdır. Yol nərdəsə görünmür. Hətta taxmışam ki, yaxşısıdır. Maşın dalı dostlar qaçmasın deyə. Motor düzüldü. Biz keçdik ana yola. Ne olub? Oha. Bu yenə taxıram ha, ən yaxşı. Olmadı da. Ben bu hamı silmeliyim. Tarixdə böyük ki bacardım amma nəysə. Baxın, ən yaxşı bax, elektrik maşını yox. Bax belə Volvo götürək. 2 motor. Bu nə məhv eləyək. 500-ə qoyaq bunun dalına və salam. Sürüşkənli yollarda. İndi bunun dalına mənə qədər yük qoyacağım, baxay ona. Biraz bu qalsın. 400 qoyaq. Amma belə şeylər qoyaq. Ağır olmayayım da. Özü yüngüldür. Özü, ova. Super.
Oyda. Siyah. Ve sport təhlükəli olar. Mən yenə sporta vururam. Ay Allah. Bu evdə xeyli xoşuma gəldi. Ağır əşyalar qoyacağıq maşınlara və bunları daşıyacağıq. Mən bu yol aslında çoxdan keçməliyəm. Burada ağır əşya var deyə keçmək olmur. Ay yox, keçmək olur hətta. Çox rahat keçir maşın. Bu divanı götürəcəyik. Bax, bu divanı götürəcəyik. Yox. Aparacağıq ora. Ən yaxşı şeydir, məqsədimiz yaxşıdır. Dostlar, video xoşunuza gəldisə bir like atmağı unutmayın əlbəttə. Bir like atın, komment yazın. Qalalı şey. Amma maşın halı sonra bana apara bilirik ki. Bu ağırlığı da günə də aparır, mən onu şatam. Bağladım maşınla ama. Sürüşəndə ama yaxşı işləmir maşın. ABC-də, ABC-də o yaxşı deyil. Ona görə döngələrdə daha yavaş olmalıyıq. Superdir. Mən xoşuma gəldi əsasən bu video. Mükəmməldir. Maşın aparaq təyinat nöqtəsinə ən yaxşı elə sağ salim çatdıraq. Əsas maşını doktora çatdırmaq deyil. Bax nə qədər yolumuz qalıb. Üç yol deməli olar ki, yolu yarı eləmişik. Yəni az qalıb. Buradan da KAMAZ götürəcəyik. Sonra yenə qayıdacağıq. Dostlar, video xoşunuza gəlsə like atıb abunə olmağı unutmayın. Əsas elə budur. Mən bu yükü daşıyacağım və inşallah sağ salim çatdıracağım. Dostlar, ağlım nədir? Başıma bir fəcəli hadisə gəldi. Gəl bura baxın da. Burada maşını məhv elədim. Orada skandal vallahi özüm də bilmədim nə oldu, amma bir şey oldu. Onda biz belə Onda dostlar biz belə çıxır, biz maşını şey eləməliyik də, səhv eləmirəm. Bu niyə belə doldu? Dondu dostlar. Dostlar, mən biraz da kamera açacağım indi bir dəqiqə. Hə, alındı. İnşallah davam edə biləcək yolumuz rahat. Mən dostlar, əsas mənim üçün yükü sağ salim çatdırmaqdır. Avtomat götürürəm ki, avtomat biraz zəifdir, daha çox zorlansın. Çatdıq bir olar kəndə. Ya Allah.
Bir video xoşunuza gəlib like atmağı unutmayın. Kənddə gələcək. Bu iki qoyacaq və salam. İlk maşını alacaq, qapacaq. Oyda. Bəs pis oldu, bilirim. Dostlar, başqa yük daşıyacaq. Bu maşını qoyacağım bunun içəsinə. Birazdan sizə göstərəcəm. Tadayım qara maşını yüklədik. Gələcək o bir tərəfə. Bir dəqiqə. Maşını yenə yüklədik. Bu səfər gələcək qaz station'a, ondan sonra videonu qurtaracağıq. Görürsün sənə əziyyətlidir. Özüm elə yolumu verdim, amma yenə çətindir. Bu maşına qalxmaq, amma təbii ki, mən özüm əziyyət salan deyirəm. Birazdan sizə hər şey göstərəcəm. Nə deyirlər? Birinci, baxın, bunu ayırırlar.